Əziz müsəlmanlar, bilirsinizmi Qurani Kərimdə niyə zülmət sözü cəmdə, nur sözü təkdədir? Heç bu barədə düşünmüsünüzmü? Quranda niyə cəmdə qaranlıqlar, tək olaraq isə aydınlıq ifadəsi işlənilib? Bu barədə dəyərli alimlərimizdən olan İbn Qeyyim rəhməhullah belə demişdir. Bu, Quranın möcüzəvi incəliklərindəndir. Çünki haqqın yolu təkdir, batilin yolları isə çoxdur. Məhz buna görə Allah Quranda nuru tək, zülmətləri isə cəm gətirir. Çünki haqq birdir, dəyişməz, aydın, düz və sabit olur. Batil isə min üzlüdür. Birini tərk edən başqa bir azğınlığa düşür. Küfrün yolları var, bidətin, nəfsə uymağın, şəhvətin hər cürə yolları var. Amma Allahın yolu birdir. Ənam surəsi 153-cü ayətdə Rəbbimiz belə buyurur. Bu mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Diqqət et, yol təkdir, yollar isə cəm. Çünki Allahın yolu bir dənədir, şeytanın yolları isə saysızdır. Ona görə də nəsiyyətim budur ki, bugün insanların çoxuna baxıb haqqı ölçənlər bu ayələri yenidən oxusun. Allah Ənam surəsinin başqa bir ayəsində, 116-cı ayəsində belə buyurur. Əgər yer üzündə olanların çoxuna itayət etsən, onlar səni Allahın yolundan azdırarlar. Deməli, çoxluq haqq ölçüsü deyil. İnsanların çoxu bir şeyi edirsə, bu onun doğru olduğunu göstərmir. Quran dəfələrlə bunu vurğuluyur. İnsanların çoxu iman etməz. İnsanların çoxu nankördür. İnsanların çoxu bilməz. İnsanların çoxu haqdan üz döndərər. İnsanların çoxu kafirdir, çoxu xainlik edər. Bu acı həqiqətdir. Haqq hər zaman izdihamla ölçülmür. Peyğəmbərlərin qarşısında duran müşriklər də çox idi. Amma nə olsun, haqq onların yanında deyildi. Ona görə hamı belə edir. Çoxluq bunu qəbul edir. Əksəriyyət belə düşünür. Bunlar müsəlman üçün dəlil deyil. Dəlil yalnız Allahın kitabı, Peyğəmbərin yolu və haqqın özüdür. Nur təkdir, zülmətlər çoxdur. Ya Allahın nur yolu olan İslama gələrsən, ya da saysız qaranlıqlardan birində itib gedərsən.